Hacıyev Malik Ağa Kərimoğlu. Mən Cəlilabad sakiniyəm. Mənim evdə çox çəkilişlərim olur, müraciət eləmişəm. Mən də buradan səslənirəm ölkə başçısı Cənab İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanıma. Səslənirəm ki, heç olmasa mənim bu Əlillər evi deyəndə sən biraz şey çıxır. Yəni Əlillər evi nətər olur? Hər yerdən bir dənə imarət tikilir. Yəni hərədən bir dənə gətirirlər. Olur Əlillər evi. Ancaq mənim bu gördüyüm həmin bu çəkilişi aparılan düz qazinin evidir. Dövlət tərəfindən tikilən evdir. O yerdə çəkiliş aparılır. Mənə məsəl üçün maraqlıdır odur ki, bu niyə bu əlillərə baxılmır? Bunun baxılmamağında səbəbi baba göstərirəm sizə. Bax, neçə aydır, 4 aydır. Baba yoldaşım da baba həmin baba bax görürsən nə gündə qoyub. İndi o haqqda danışacağam. Hamısı dəlillə, sübutla. Bu nə xəstəlikdir? Dializ xəstəsidir. Həftədə 3 dəfə dializ, 2, 4, 6-cı günlər dializ alır. Hara müraciət eləmisiniz bu məsələ ilə bağlı? Bütün orqanlara. Bütün orqanlar deyəndə prezident aparatında olmuşam. Qeydiyyat şöbəsində olmuşam. Həbibdə, baba həmin Həbiblərdə, baba baxılır. Baba görürsünüz. Bax, şəkillər bax bu daxa. Verilmir. Mənə deyirlər ki, açıq göstərirəm. Mənə deyirlər ki, baba bu daxa. Dəlillə, sübutla. Görün bu 2 dənə dərmanla dializ xəstəsi yaşaya bilər. Baba, hamısı dəlil, sübutdur bunlar. Bax, heç burada var bir şey. Həbəsimi bir göstərir. Neçə ildir bu xəstəlikdən əziyyət çəkir xanım? Böyləcə atkaz oldu. Yox, 9 ildə alır. 5 ildə uşaq 44 günlük müharibəsində səfərbərliklə elan olundu, gedildi. Aprel döyüşündə oldu və 44 günlükdə də səfərbərliklə getdi. Sentyabrın 29-u evdən apardı, voyankomatdan getdi. Dekabrın 31-i buraxıldı. Və xəstə olan şəxsi necə apara bilərlər döyüşə? Hə, onu indi mən çox müraciət elədim. Dedi, yox, bizdən şikayət eləmə, bizi tutarlar, nə bilim nə. Dedim, axı bu aprel döyüşündən gələndə belinin bunda yırtığı var idi. Bu da tuşlayıcı idi. Nəsə apardılar. İndi kəllə beyin və silkələnməsi bu dəqiqə hal-hazırda məştəqan dərmanı ilə yaşayır. Uşaq indi buradadır. Yəni buraxmışam ki, biraz sərbəstdir. 5 ildir qoyulub. Bunu da bilirsiniz ki, nə qədər qazimiz özün yandırıblar, eləyirlər. Mən ancaq Allahım şahiddir ki, qoruyub saxlayıram. Olub ata, mən olmuşam valideyn. Nə deyib qəbul eləyirəm. Çünki qorxuram ki, başına. Çünki onun 2 dənə körpəsi var. Onların körpəsinə kim baxacaq? Neçənci qrup əlildir Qarabağ? 3-cü qrup əlildir. 3-cü qrup Qarabağ əlildir. 44 günlük Vətən müharibəsinin qazisidir. Bəli, cəsur medallarıyım. Anadan gəlmə uşağımdır. Ailəmdir və qazidir və bir də bacımdır. Yoldaşınız, övladınız, bir də bacınız. Bəli. 2 2 evladım var. Bəli, 2 dənə evladım var. Oğlan xeyla. Biri də elə bil anadan gəlmə əlildir. Bu Allahın əlilidir. Yoldaşım Allahın əlilidir. Bacım da Allahın əlilidir. 3 əlil mənə baxır. 3 əlil Allahın əlilidir. Bir dənə dövlətin əlili var. Dövlətin əlinə dövlət belə götürür. Dövlət sahib çıxır. Ancaq məmurları qoymur. Bax bu göstərdiyim adamlarda həmin baş direktor, Cəlilabadın direktoru Oktay bu dəqiqə hal-hazırda 4 aydır dərman vermir. Bax bu xəstəxananın direktoru. Bax görsən əlimdəki dəlillə, sübutla danışıram. Nə deyir? Niyə köməklik göstərmirlər? Səbəb nə mənə göstərir? deyir ki, tapşırıq verilib ki, Kim tapşırıq verir? Yuxarıdan buna tapşırıq verilib. Yuxarı deyəndə kimləri nəzərdə tuturlar? Bilmirəm də, indi o kimi nəzər. Mən də bunun nəzərimdə, özümdə nəzərimdə tuturam. Bunun başda duranın, bunları bura təyin eləyən Elnur Azadxanovun vaxtında mən döyüşürəm bunlarla. Elnur Azadxanovun vaxtında Xalid Əhədov, Rəşad Mahmudov. İndi o birisi çıxıb, indi bura girib Həbibin böyücü Anar Bayramov. Yəqin bunların tapşırığı ilə Oktay baş direktor. Önünə də getdim, mənə dedi ki, sən Rəşad Mahmudov sırf bu dərman işinə baxırlar. Həmin bu xəstələrin dərmanın verməməyin səbəbləri bu var. Bəs o necə millət vəkilidir ki, Qarabağ döyüşçüsünə, qazimizə köməklik göstərmir? Dava onun davasıdır ki, elənmir. Ancaq mənim davam bu dəqiqədə nə qədər mediada çəkmişəm, çəkiş aparmışam, ancaq dərman da var. Yaxşı, deputat seçkilərində səs vermisiniz ona? Səs vermişəm deputatıma, heç deputatım heç mən... Siz heç yaxından üzün görmüsünüz deputatınızın? Mən bir dəfə olmuşam deyə problemdir, hələ bu qazinin işığı yoxdur. Fakt. Yoxdur işığı. Seçkilərdən öncə gəlib sizi ziyarət edirdi? Heç qazinin öz tanıyırlar ki, bunlar. Hacıyev Hikmət Malikoğlu, Hikmət Hacıyev prezidentin köməkçisidir. Onun atasını bilmirəm. Ancaq bu Hikmət Hacıyevin atası mənəm. Hacıyev Malik Ağa Kərimoğlu. Deyirəm, bu elə bir yaddadan qalandı ki, prezidentin köməkçisidir bu adam. Yəni onu yadından çıxartmasın, bunu da yadından çıxartmasın.
deyir mənim səlahiyyətimdə deyil. Baxmır, icra başçısına da baxmır. Prezidentin qoyduğu Rafiq Cəlilovu, Cəlilabad 240 min əhalisi var. Rafiq Cəlilovu icra başçısı qoyulub. Bu adam gör Elnurun vaxtından olub. Bu adam gör nə qədər hegemon adamdır ki, həm bu adamlara arxanca Rəşad Mahmudov bayaqlar dedim. Xalid Əhədovdur. Bunların arxasında duran bu olduğuna görə o boyda prezidentimiz Rafiq Cəlilovu icra başçısı qoyub. Bu adam bunun qəbuluna gəlmir, gələ bilmir. Neçə ildir burada yaşayırsınız? Elə Əvvəlindən. əvvəldən yaşayıram. Əziz Əzizov icra başçısı olan zaman necə idi? Köməklik göstərirdimi sizə? Yox, onda diyalizdə yox idi. Diyalizdə yox idi. Yox idim, bəli. O vaxt elə bir şey Aydındır. oldu. Həmin bu kümələrdə yaşamışam mən. Ölkə başçısına müraciət edirəm. Prezidentimizə, vitse-prezidentimizə müraciət edirəm ki, mənə köməklik eləsin. Bu qurumlara, Xalid Əhədovlar, Rəşad Mahmudova, xəstəxana tapşırıq verilsin ki, Anar Bayramova tapşırıq versin. O da tapşırıq versinlər ki, Oqtaya və şöbə müdürü Xalıq doktor. Pis günə Xalıq doktor bana qoyub. Nədən tutdu xanım qolun belə? Qəribə bir şey. O aparata qoşulur, o aparata görə. Ona görə də məsəl üçün mən mən demirəm mənə pul, mən heç kimə də deməmişəm ki, bugünkü günə qədər. Hamısı da tanıyırlar məni. Rayon rəhbəri də mən demirəm mənə pul ver. 5 ildə işləmirəm, 6 ildə işləmirəm. Uşaq müharibədən gələndən. Mənə iş verir, mənə nə isə verir. Mənə lazımdır ki, bu əlillərimi dəvə dərmanım versin. Dəyərli izləyicilər, buradan belə məlum oldu ki, Malik müəllimə heç nə lazımdır. Yeganə istəyi dövlətindən, qurumlarından, Cəlilabadın imkanı şəxslərindən köməklik olsun, dərmanlar verilsin, balaların yaşasın. Dövlət tərəfindən verilən dərman verilir. Mən belə başa düşürəm ki, sizin heç bir çətinliyiniz yoxdur. Yalnız sizin istəyiniz, tələbiniz bundan ibarətdir ki, dövlət tərəfindən dəvə dərmanlarımız vaxtı-vaxtında verilsin. Allah canınızı salamat. Mən bunun davasını eləyirəm. Bəli. Mən ölkə başçımdan, Mehriban xanımdan bunu tələb eləyirəm ki, qoyduğu qurum, bu adamların, ad çəkdiyim adamlar demirəm mənə pul versinlər. İstəmirəm mən. Sən o pul versə də mən qəbul eləməyəcəm onu. Siz müraciət edirsiniz ki, niyə vaxtı zamanında vermirsiniz? Deyirlər ki, yuxarıdan tapşırıq olmalıdır. Deyir yuxarıdan. Mən də bilmək istəmirəm ki, yuxarıda sən kimə deyirsən ki, yuxarıdan vermirsən. Prezident də bunu dəfələrlə deyir ki, kim xəstənin dəvə dərmanını yeyirsə, irin qanıdır da. Bu nə deyir prezident? Və prezident onda hər rayona getməlidir ki, prezidentlik eləməlidir. Bax, yaxşı, Rafiq Cəlilovu bura qoy. Əgər rayon rəhbəri qoyulursa bura, icra başçısı qoyulursa, deməli bu prezidentin sağ əlidir də. Sən də bunu deməli saymırsansa əgər, deməli hansısa qurum, deməli sən prezidentin özün saymırsan.